və 28-cidirsə, deməli uzun illərdir ki keçirilir və Konstitusiya suverenlik ilinə həsr olunub bu ilki tədbir. Mən istəyirəm bu tədbirin ümumiyyətlə təşkili ideyası barədə danışaq sizinlə, hansı məqsədi daşıyır və gənc tədqiqatçıların, həmçinin alimlərin stimullaşdırılması üçün, onların işinin optimallaşdırılması üçün hansı müsbət tərəfləri var bu tədbirin? Doğru vurğuladınız. Əslində bu konfrans son bəlkə də 5 ildir populyardır, ancaq artıq 20 ildən çox keçirilir və həmişə də Elm və Təhsil Nazirliyinin tabeliyi altında keçirilibdir bu konfrans. Təşkilatçılığı ilə keçirilibdir və əslində son ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetində olacaq bu konfrans. Bundan öncəki il Sumqayıt Dövlət Universitetində keçirilibdir. Ondan öncəki il Azərbaycan Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində və digər İqtisadiyyat Universitetində və digər universitetlərimizdə bu konfrans keçirilibdir. Konfrans əslində bizim doktorantlarımız üçün çox yaxşı bir fürsətdir. Fəlsəfə doktor proqramı hazırlığı üzrə təhsil alan iddiaçılar üçün çox yaxşı bir fürsətdir. Çünki orada onlar həm öz elmi tədqiqatlarını nümayiş etdirmək, öz elmi tədqiqatları haqqında danışmaq, müsbət və mənfi rəyləri almaq, bundan əlavə olaraq həm həmkarları ilə ünsiyyət qurmaq, müəyyən kollaborasiyalar qurmaq üçün çox yaxşı bir fürsətdir əslində. Çünki bildiyiniz kimi artıq müasir dövrün elmində daha çox kollaborativ elmi tədqiqatlara üstünlük verilir. Yəni bir universitetin və yaxud bir təşkilatın daxilində olan elmi tədqiqatçıların yox, bir neçə universitetin, bir neçə ölkənin hətta tədqiqatçılarının birləşib müəyyən bir mövzu üzərində çalışdığı elmi tədqiqatlara diqqətlə çox önəm verilir. Bu baxımdan da onlar üçün əslində əla bir fürsətdir ki, öz elmi tədqiqatlarını, elmi potensiallarını genişləndirib müəyyən bir əlaqə qursunlar. Buna əlavə olaraq da misal üçün bu ilki NASCO konferansına nümunə gətirmək olarsa 60 ədəd seçilmiş məqalə Scopus'da indekslənmiş jurnallarda dərc olunacaqdır. Və onu da qeyd etmək istərdim ki, əslində normativ sənədlərə baxdığımızda, Ali Attestasiya Komissiyasının tərtib etdiyi normativ sənədlərə baxdığımızda, orada doktorantlar üçün, fəlsəfə doktoru hazırlığı keçən iddiaçılar üçün müəyyən tələblər var. Bu tələblərdən biri də təbii ki, bir neçə məqalənin Scopus'da beynəlxalq indekslənmə forumlarında indekslənmiş jurnallarda dərc olunmasıdır ki, bu da əslində bizim doktorantlar üçün çox yaxşı bir fürsətdir. Çünki indi biz həm öz universitetimizdə, həm də digər universitetdə həmkarlarımız bu suallarla qarşılaşır ki, gənc tədqiqatçılar yaxınlaşırlar və biz necə, misal üçün, Scopus'da və yaxud Web of Science bazalarında indekslənən jurnallarda məqalə çap edə bilərik. Və əslində bu da onlar üçün çox yaxşı bir fürsətdir ki, onlar məqalələrini təqdim eləsinlər, öz çıxışlarını eləsinlər, həm elm aləmində öz nüfuzlarını artırsınlar, onlar tanınsınlar və seçilmiş məqalələr içərisinə daxil olarsa da onların məqaləsi də həm də Scopus'da indekslənsin ki, bu da onların müdafiəsinə çox güclü töhfə verəcək əslində. Əslində NASCO konfransı bir neçə elm sahəsini əhatə edir. Sadəcə Dövlət Neft və Sənaye Universitetində keçirilməsi bəlkə dinləyicilərimizə belə səhv fikir formalaşdıra bilər ki, sırf neft və qaz sənayesi üzrə ixtisaslaşan alimlərin, gənc tədqiqatçıların konfransıdır. Yox, orada hansı sahələrdə olacaq? Konfrans əzəldən multidisiplinar bir konfrans oldu əslində və bu baxımdan həm humanitar elmləri əhatə edir, həm texniki, dəqiq elmləri əhatə edir. Təbii ki, burada təbiət elmlərindən söz gedir, bunlar kimya, fizika və s. və s. Buna əlavə olaraq mühəndislik, riyaziyyat, humanitar fənlər, sosial elmlər, fəlsəfə və digər elmləri təbii ki, əhatə edir və fəlsəfə doktoru proqramı üzrə təhsil alan və gənc tədqiqatçılar, 35 yaşına qədər gənc tədqiqatçıların hər biri öz elm sahəsi üzrə baxıb, konfransın təşkili formatına baxıb, orada təbii ki, öz müraciətlərini göndərə bilərlər ki, ayın 10-na kimi göndərə bilərlər. Əslində ancaq düşünürəm ki, orada müəyyən... Hansı ayın 10-na kimi? Dekabrın yoxsa? Yox, oktyabrın 10-na kimi. Oktyabr 10-na kimi. Çox az vaxt qalıb əslində. Çox az vaxt qalıbdır və düşünürəm ki, onların biraz tələsməyinə fayda olar. Hansı müsbət nəticələr olur bu tədqiqatçılar üçün? Məsələn, bu konfransda iştirak, daha sonra onların elmi işlərinin tanıdılmasında və yaxud da nə bilim xaricə çıxışda indi Scopus və Web of Science-ın adını çəkdiniz. Yeri gəlmişkən bu adı çəkilən nüfuzlu beynəlxalq elmi jurnallarda Azərbaycan alimlərinin məqalələri pulsuz dərc olunacaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bugün yaydığı xəbərə görə əla xəbərdir bu məncə. Stimullaşdırıcı xəbərdir. Və mən çox istərdim ki, indi bilirsiniz də Nobel həftəsidir və hər gün biz Nobel mükafatına layiq görülən alimlərin və onların tədqiqat işlərinin məzmunu ilə tanış oluruq və çox istərdim ki, orada yaxın gələcəkdə Azərbaycan tədqiqatçılarının, Azərbaycan alimlərinin də adına rast gələk. Fərq etməz, beynəlxalq alimlər qrupu daxilində olsun, yoxsa fərdi şəkildə bu mükafatı qazansınlar, amma mən çox istərdim ki, Azərbaycan alimləri də tezliklə, yəni bax bu cür
konfranslarda, bu tip konfranslarda iştirak hansı üstünlüyü qazandırır onlara? Təbii ki, bu tipli konfranslarda onlar öz sahələrinin aparıcı alimlərlə tanış olma fürsətini əldə edirlər. Onlarla Təkcə bizim yerli alimlər, yoxsa xarici əlaqələr də var konfrans? Respublika konfransı olduğu üçün əslində burada dəvətli qonaqlar da olacaq, xaricdən də yəqin olacaqdı. Ancaq məsəl üçün həm bizim universitetin nəzdində, həm digər universitetin nəzdlərində, digər universitetlərin nəzdində keçirilən konfranslara baxdığımızda orada beynəlxalq konfranslar da olur. Və ora Nobel mükafatçıları da dəvət olunur. Hətta oktyabr ayının 21-23-ü tarixlərində bizim universitetdə risk konfransı da keçiriləcək və ora 2 nəfər Nobel mükafatçısı da iştirak edəcək, keçmiş illərin Nobel mükafatçıları. O baxımdan bunlar üçün təbii ki, gözəl bir fürsətdir. Sizin də doğru vurğuladığınız kimi bu EATA-nın, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Cambridge Press nəşriyyatı ilə bağladığı razılaşma və onun bizim ölkəmizin alimlərinə əslində verə biləcəyi töhfə çox böyükdür. Fürsətdən istifadə edib təşəkkür edirəm bütün agentliyin heyətinə. Çünki əslində bu dünya praktikasında çox az rastlanılan bir hadisədir. Çünki baxdığımızda Cambridge Press-in tərkibində 422 ədəd jurnal var. Və bu jurnalların əksəriyyəti Q1, Q2 kvartil dediyimiz jurnallara aiddir ki, əslində həm beynəlxalq reytinqlərə baxdığımızda ki, bizim universitetlərin də müəyyən məqsədləri var. Cənab Prezidentin göstərişi ilə ən az 3 universitetimiz top 800-ə daxil olmalıdır. Və burada baxdığımızda əslində məqalələrin sayı önəmlidir, ancaq məqalələrin keyfiyyəti də bir o qədər önəmlidir. Və Q1, Q2 kvartillərində də çap olmaq üçün bizim alimlər həmişə azıcıq gileylənirdilər ki, bəs orada müəyyən ödənişlər olunmalıdır və ödənişlər kifayət qədər yüksəkdir. Ancaq düşünürəm ki, bu onların o məqalələri pulsuz şəkildə çap etmək üçün çox möhtəşəm bir fürsətdir əslində və onlar sadəcə öz məqalələrini yazıb, göndərib, çap elətdirə bilərlər və bu baxımdan da onların həm istinadı artacaqdır, təbii ki, digər aparıcı alimlərin də nəzərinə düşəcəyi burada. Yəni o baxımdan düşünürəm ki, çox faydası olacaqdır. Q1, Q2 kvartilləri bu daha üst səviyyə sayılır və daha çox nüfuzlu sayılır. Bir də ki, bu tip elmi jurnallarda, beynəlxalq elmi jurnallarda dərc olunmaq daha çox sizin məqalənizə istinadın yəni sayla ölçülür. Məqalənin nə qədər üstün olması, nə qədər lazımlı olması, nə qədər faydalı olması. Son illərdə Çin alimləri çox irəlidədilər bu məsələdə. Yəni Çin alimlərinin tədqiqat işlərinə, məqalələrinə həddən artıq çox istinad olunur. Və çox istərdim ki, bu yaradılan imkan da bir daha deyirəm ki, bizim alimlərin beynəlxalq arenaya çıxışını təmin edəcək və daha çox istinad olacaq. Çünki bizdə də kifayət qədər elə neft qaz sənayesi olsun, digər sahələr olsun, kifayət qədər uğurlu tədqiqat işləri var və yəni kifayət qədər belə deyim də müəlliflik hüququna iddiaçı olan işlər var. Ona görə də yəni istinadlar mütləqdir təbii ki. Təbii ki, çünki bir misal gətirim. Əgər bir nüfuzlu alim bir məqalə yazırsa və onu planlaşdırırsa ki, əgər o Q1 təbii ki və yaxud Q2 kvartilində bir jurnala dərc edəcək, orada qeyd elədiyi istinadlar da müvafiq jurnallardan olmalıdır. Əgər bizim alimlərin çap elədiyim, əgər mövzu tam uyğun gəlsə belə, əgər çap elədiyi məqalə Q3, Q4 jurnallarındadırsa, böyük ehtimal nüfuzlu alimlər ona istinad verməyəcək. Və bu da müəyyən qədər təbii ki, reputasiyanı irəliləməsinə çox da töhfə verməyəcək. Ancaq Q1, Q2 kvartildə çap elədikdə və mövzu uyğun gəldikdə digər nüfuzlu alimlər də istinad verəcəklər. Təbii ki, istinadlar da reytinqlərdə çox böyük rol oynayır və həm universitetlərimizin, həm ölkəmizin elminin dünya arenasında tanınmasına çox böyük töhfə verir. Əli bəy, siz birbaşa elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinə çalışırsınız və bilavasitə bu tədqiqatların məzmunu ilə tanışsınız. Mənə çox maraqlıdır. Bax, müasir dövrdə, 21-ci əsrdə artıq 1/4 hissəsini geridə qoymuşuq bu əsrin. Gənc tədqiqatçılar, doktorantlar ən çox hansı sahələrə meyl göstərirlər? Ən çox hansı sahələrdə tədqiqat aparmağa üstünlük verirlər? Yəni, məsələn, 30 il, 40 il bundan əvvəllə müqayisə etsək, necə dəyişib Azərbaycan elmində bu istiqamət? Ümumiyyətlə, elmə baxdığımızda çox radikal dəyişikliklər var əslində dünya elminə baxdığımızda. Çünki süni intellektdən artıq bütün dünyada istifadə olunur. Bəzən əfsuslar olsun ki, alimlərimiz düzgün istifadə etmir, bəzən daha effektiv istifadə edirlər və düşünürəm ki, bu zamanla daha da təkmilləşəcək. Çünki 25-30 il bundan qabağa baxdığımızda Google-la da biz eyni problemi yaşayırdıq, ancaq yavaş-yavaş təkmilləşdi və artıq düşünürəm ki, professional səviyyədə hər bir Azərbaycanlı artıq alim Google-dan istifadə etməyi bacarır. Eynən də məsəl üçün ChatGPT ilə və s. dediyimizə gəldikdə isə əslində süni intellekt və bununla bağlı texniki elmlərə və yaxud sosial elmlərə kollaborativ şəkildə qurulmuş mövzular üzərinə daha çox üstünlük verilir. Çünki süni intellekt bütün gənc tədqiqatçılara maraqlıdır və hər biri də istəyir ki, süni intellekti öz elmi mövzusu ilə əlaqələndirsin. İstər mühəndislik həlləri yolunda, istər sosial elmlər tərəfində, istər digər tərəflərdə. Yəni
çalışırlar ki, əksəriyyətən süni intellektlə əlaqələndirsinlər. Həfsar olsun ki, hər mövzunu da süni intellektlə əlaqələndirmək olmur. Ancaq onlar öz elmi rəhbərləri ilə apardıqları müzakirələrdə təbii ki, çalışırlar ki, müəyyən qədər daha müasir və süni intellektlə bağlı müəyyən mövzuları əhatə etsinlər. Məsələn, dünən fizika üzrə 2025-ci il Nobel mükafatının qaliblərinin adı açıqlandı. 3 nəfər alimdir, tədqiqatçı alim və kvant fizikası sahəsində bir ixtiraya, kəşfə imza atıblar. Kvant fizikası və kvant mexanikası belə deyim də 70-ci illərdən 50 ilə yaxındır ki, fizikanın aparıcı tədqiqat sahəsi kimi dəbdədir və alimlər mütləq kvant fizikasını sübuta yetirməyə, kvant fizikasının da mövcudluğunu sanki isbat etməyə çalışırlar. İndi müəyyən qədər buna nail olublar. Yəni bütün dünyanı maraqlandıran, dünya elmini maraqlandıran kvant mexanikasıdır indi və təbii ki, kvant mexanikasında da süni intellekt həllərindən istifadə edərək bu kəşfə imza atıblar, amma süni intellektin məncə hələ özünün təkmilləşdirilməyə ehtiyacı var və hər sahənin də, məsələn, mühəndislik, informasiya, kommunikasiya texnologiyalarının, nə bilim, datanın süni intellektə bağlanması da və hər bir tədqiqat sahəsində süni intellektin mütləq istifadəsi də vacib bir məsələ deyil. Yəni prioritet bu deyil də, mütləq süni intellektlə nəsə olmalıdır. Yəqin ki, gənc alimlərin, tədqiqatçıların qarşısında belə bir tələb də yoxdur ki, sən mütləq süni intellektdən. Hətta ola bilər ki, məsələn, çox ənənəvi bir məsələ olsun, istər yəni dəqiq elmlərdə, istər humanitar elmlərdə, tutaq ki, nə bilim, folklor sahəsi olsun və yaxud da şifahi xalq ədəbiyyatının digər sahələri olsun, ona elə yanaşma olsun ki, və bu cür yanaşma da olub yeri gəlmişkən, yəni tamamilə müasir dövrün tələblərinə cavab verən insan fikirləşə bilər ki, tutaq ki, klassik fizika sahəsində artıq nə tədqiq olmalısa olunub, bizə demək olar ki, hər şey aydındır, amma əslində heç nə aydın deyil. Buna müasir yanaşma ilə elə yəni yeni elmi iş ortaya çıxarmaq olar ki, bütün dünya bizdən danışsın. Bax, bunu soruşmaq istəyirəm sizdən. Bizim gənc tədqiqatçılarda, doktorantlarda o həvəs, o istək varmı? Ümumiyyətlə elmə maraq necədir? Çünki biz Planet FM radiosu Azərbaycanın ilk elmi maarifləndirici radiosudur və biz fəaliyyətə başlayanda əslində geniş dinləyici kütləsinin əks əlaqədən, feedbackdən gördük ki, çox maraqlıdırlar insanlar. Artıq sanki hər bir şeyin medianın da şou tərəfindən beziblər və maariflənməyə ehtiyac duyur hamı. Bizdə gənc tədqiqatçılarda, doktorantlarda elmə maraq necədir? Çünki qərb dünyasında, məsələn Avropada, Birləşmiş Ştatlarda insanlar sosial şəbəkələrin vasitəsilə populyarlaşmaq və daha çox pul əldə etmək mümkündür deyə bir balaca elmdən uzaqlaşırlar və bu səbəbdən də əsasən immiqrantlar elmin aparıcı mütəxəssisləri hesab olunur. Bizdə necədir maraq? Bizdə elmə maraq azalıb, yoxsa əksinə? Düşünürəm ki, bizdə hələ ki vəziyyət bu baxımdan yaxşıdır. Biz hələ ki kənar mütəxəssisləri cəlb etməyə bir o qədər tələsmirik. Çünki öz gənclərimizin, öz vətəndaşlarımızın kifayət qədər elmə marağı var və düşünürəm ki, onların bu həm xaricdə təhsil alan gənc mütəxəssislərimiz var, hansı ki, dünyanın aparıcı universitetlərində xarici təhsil üzrə dövlət proqramı çərçivəsində təhsil alıb qayıdırlar və öz çalışmalarını ölkəmizdə davam etdirirlər müəyyən ali təhsil müəssisələrində və ora getməyi planlaşdıran müəyyən doktorantlarımız və gənc tədqiqatçılarımız var, hansı ki, mobillik proqramının yanında gedirlər, gəlirlər dünyanın aparıcı universitetlərinə və düşünürəm ki, bizdə vəziyyət hələ ki xaricə baxdığımızda yaxşıdır və gənclərimizin elmə marağı da kifayət qədər böyükdür. Ondan öncə qeyd etdiyimiz elm sahələrinə baxdığımızda isə əslində kvant fizikası, kvant mexanikası və kvant kimyası da var əslində. Bunlara biz baxdığımızda bunlar çox fundamental araşdırmalardır əslində və ətraflı bilik, riyazi biliklər, fizika bilikləri və kimya bilikləri tələb edən tədqiqat sahələridir. Və son 5-10 ilin tədqiqatlarına biz baxdığımızda ümumilikdə görürük ki, daha çox həmin bu Q1, Q2 kvartil və müəyyən populyar jurnallara da nəzər yetirdikdə biz görürük ki, daha çox populyar elm sahələrinə yönəlmiş məqalələrin sayı daha çoxdur. Ancaq son illərdə artıq bu populyar elm istiqamətlərindən kifayət qədər məqalə dərc olunubdur və yenə də biz yönəldirik fundamental elm sahələrinə və son Nobel mükafatlarında da gördüyümüz kimi kvant fizikası üzrə alınan mükafatlardır və əslində hər şeyin kökü yenə də gəlir fundamental araşdırmalara əsaslanır. Çünki süni intellektin özünün biz məntiqinə nəzər yetirsək əslində süni intellektin əsası müəyyən bir databazadır və bu databazanın
tutalım ki ChatGPT açıq resurslardan götürür, hamının bildiyi ChatGPT. Digər əslində bizim tədqiqatçıların arasında o qədər populyar olmayan süni intellekt alətləri də var. Tutalım ki, Science Direct AI var, hansına ki girib əslində baxa bilərlər. Çünki Science Direct-in misal üçün AI-ı necə based on articles, yəni məqalələrə əsaslanır və Science Direct bazasının tərkibində olan bütün məqalələrə əsaslanır ki, bu tədqiqatçılar üçün kifayət qədər yaxşı fürsət yaradır. Və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaratdığı fürsətlərdən biri də odur ki, Web of Science-ın AI-nə bizim artıq necə deyək, erişimimiz var və orada da bütün databaza əslində məqalələrə əsaslanır və Web of Science bazasının tərkibində olan bütün məqalələrə əsaslanan bir süni intellekt alətidir ki, düşünürəm ki, öz tədqiqatlarında, istər review məqalələri yazdıqlarında, istər eksperimental məqalələr yazdıqlarında kifayət qədər buradan faydalana bilərlər və öz elmi məqalələrini həm digər tədqiqatçılarla müqayisə edə bilərlər, öz sahələri üzrə necə deyirlər, aparıcı mütəxəssisləri tapa bilərlər bir kliklə. Əvvəlki dövrdə biz bunu müəyyən bir araşdırma ilə edirdik. Ancaq indiki mərhələdə onlar onu təbii ki də çox daha asan yollarla edə bilərlər. Öz ədəbiyyat icmallarını çox daha rahat şəkildə yaza bilərlər, təbii ki, və strukturlu şəkildə. Bəli, vaxtda əməli başlı qənaət etmək deməkdir bu və sizin qeyd etdiyiniz çox vacib məsələ idi ki, ChatGPT kimi süni intellekt alətləri əsasən açıq mənbələrdən, məsələn Wikipediadan da hər hansı bir məlumatı götürə bilər, amma Wikipedia etibarlı mənbə deyil. Hamımız bilirik ki, sərbəst ensiklopediyadır və redaktə yəni icazəsi olan hər bir adam ora nəsə əlavə edə bilər. Amma nüfuzlu elmi jurnalların məqalələrinə istinad bu artıq yəni üst səviyyədir. Ona görə də çalışın ki, elə digər dinləyicilərim, çünki bizi dinləyənlər də elmin populyarlaşdırılmasında maraqlı olan şəxslərdir. Onlar da hər hansı bir tədqiqat işlərində, araşdırmalarında bu cür süni intellekt alətlərinə müraciət etsələr daha yaxşı olar. Vaxta qənaət baxımından məncə idealdır. Əli bəy, indi çox kiçik bir fasiləmiz olacaq. Ardından davam edəcək söhbətimizə. Əziz dinləyicilərimiz, vacib elmi konfrans baş tutacaq Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dekabrın 16-17-si tarixlərində və bu konfrans barədə danışırıq sizinlə. Birazdan söhbətimizi davam etdirəcəyik, dalğanı dəyişməyin. Dünya Göz Xəstəxanası sağlamlığınıza qovuşmaq üçün əla fürsət yaradır. 60 yaş üstü pasientlərimizə göz müayinəsi cəmi 30 azayın. Dünya Gözlə dünyaya daha sağlam gözlərlə baxın. Qəbul üçün Ulduz 4469. Klinika İqtisadiyyat Nazirliyinin lisensiyası əsasında fəaliyyət göstərir. Planet FM-də reklam. İlk və son dəfə yalnız Avtolux'da İngiltərənin avtomobil əfsanəsi Jaguar'ı xüsusi endirim təklifi ilə əldə etməyə tələsin. Ünvan Zaur Nudirəliyev küçəsi 8. Ətraflı məlumat üçün 983. Bankov Baku'dan sahibkarlara dəstək. İndi 100.000 manatadək sahibkar krediti əldə edin, biznesinizi Bankov Baku ilə böyüdün. Üstəlik, Bankov Baku'dan krediti 12 ayədək güzəştlə, zaminsiz və girovsuz əldə etmə imkanı da var. Daha ətraflı 145. Bankov Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Planet FM-də reklam yerləşdirmək üçün 012 311 30 11. Zaman maşınındasınız. Əziz dinləyicilərimiz, yolumuza davam edirik və artıq vurğuladığım kimi Bakıda dekabrın 16-17-si tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların və gənc tədqiqatçıların 28-ci Respublika İlmi Konfransı başlayacaq. Qısa şəkildə CNASCO abreviatura formasında və burada əsas məqsəd doktorant və gənc tədqiqatçıların elmi işlərini təbii ki geniş ictimaiyyətə təqdim etmək, onları bir araya gətirmək və elmin yeni sahələrinin, yeni tədqiqat işlərinin populyarlaşdırılması, yəni bir sözlə bundan daha çox insanın xəbərdar olmasıdır. Müxtəlif elm sahələri. Burada təkcə neft və qaz sənayesindən söhbət getmir. Humanitar fənlər var, təbiət elmləri var, informasiya, kommunikasiya texnologiyaları var. Bir sözlə elmin əsas baza hesab etdiyimiz sahələrinə aid tədqiqat işləri bir araya gələcək. Məruzələr, konfranslar, çıxışlar olacaq nəzərdə tutulub və bu konfrans haqqında və digər Azərbaycan elminin əsas məsələləri, mövzuları, problemləri haqqında danışmaq üçün qonağım Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin müdiridir Əli bəy Əlizadə ilə söhbətimiz davam edir və Əli bəy, dediniz ki, oktyabrın 10-da artıq qeydiyyat başa çatacaq. Bəli. Qeydiyyat üçün nə lazımdır? Yəni nəsə tələb olunur? Bəlkə kimsə çox vacib bir elmi məqalə yazıb, məsələn, informasiya, kommunikasiya texnologiyaları sahəsində və xəbəri yox idi ki, NASCO konfransı başlayacaq, keçiriləcək.
biləcək. Qeydiyyat üçün nə lazımdır? Hara müraciət etmək lazımdır? Harda qeydiyyatdan keçmək lazımdır? Vaxt azdır. NASCO konfransının saytı var, hansı ki NASCO.edu.az saytıdır. Düşünürəm ki, o çıxışın postunda da yəqin ki linki paylaşma imkanımız olacaqdır. Sadəcə linkdən keçib orada saytın özündə apply eləyə bilərlər, yəni müraciət edə bilərlər. Orada tezislərini yükləyəcəklər. Daha sonraki mərhələdə isə məqalələrini göndərəcəklər. Məqalələrini göndərdikdən sonra, məqalələrini göndərəndə isə onlardan həm də plagiat haqqında sənəd də tələb olunur, hansı ki onlar öz müəssisələrindən əldə etməlidirlər. Plagiat sənədi ilə bir yerdə sistemə yükləyib, sadəcə artıq reviewlərdən cavab gözləmək lazımdır və NASCO komitəsinin təşkilat heyəti onlara qısa zamanda geri dönüş edəcək və məqalələrinin qəbul olub-olmadığı və hansı düzəlişlərin olması barədə müəyyən cavabı verəcəklər. Ondan sonra sadəcə artıq müəyyən bir yazışma şəklində onlar məqalələrini göndərəcəklər və son nəticə olaraq ümid edirəm ki, məqalələr qəbul olunacaqdır və artıq öz çıxışlarını gözləyəcəklər. Belə. Plagiat haqqında sənəd dediniz. Məqalənin plagiat olmadığını kim təsdiq edir, kim yoxlayır bunu və rəyi kim verir ki, bəli, bu məqalədə plagiat izlərinə rast gəlinməyib? Ümumilikdə hər universitetin əməkdaşlıq elədiyi bir plagiat sistemi var. Bunlar strike plagiarizm və yaxud digər plagiat sistemləri də bunun içində ola bilər. Və onlar sadəcə öz elm müəssisələrinə müraciət edirlər və öz məqalələrini göndərirlər. Oradan alınan raport əsasında məqalə ilə bir yerdə artıq NASCO komitəsinə göndərirlər və NASCO komitəsi də plagiat faizinə uyğun olaraq məqalənin qəbul olunub və yaxud düzəlişə ehtiyac olduğunu onlara bildirir, geri dönüşür. Çox maraqlı. Yəni istənilən elmi tədqiqat özündən əvvəlki tədqiqatların nəticələrinə əsaslanır və istinad mütləqdir. İstinad varsa bu artıq plagiat sayılmır, məlum məsələdir. Amma plagiat nə hesab olunur? Məsələn, nəyinsə kopyalanıb elə məqaləyə yerləşdirilməsi olduğu kimi və heç bir istinad olmaması. İstinad varsa bu artıq plagiat deyil, yoxsa mən bəlkə səhv düşünürəm. Necədir bu proses? Plagiat bir nümunə gətirir. Məsəl üçün bir məqalədə 5 dənə söz ard-arda təkrarlanır və sizdə də sizin də məqalənizdə bu 5 söz eyni anda təkrarlanırsa biz artıq buna plagiat müəyyən qədər sistem plagiat olaraq tanıyır. Təbii ki, belə bir az da olsa elə bir ehtimal var ki, bu təsadüf ola bilər. O ağılda təbii ki, bizim reviewerlər baxırlar, yəni bizim NASCO təşkilat komitəsi baxır və əgər burada plagiat deyilsə, təbii ki, biz onu nəzərə alırıq istisnalar kimi. Ancaq əksəriyyətən təbii ki, təkrarlanan cümlələr, təkrarlanan sözlər, ardıcıl olaraq təkrarlanan sözlər, yəni bunlar plagiatın bir nümunəsidir. Təbii ki, burada ədəbiyyat abstrakt dediyimiz, yəni məqalələrdə biz daha çox abstract introduction tərəfinə baxırıq. Orada plagiata bir o qədər də əslində diqqət yetirilmir. Çünki təbii ki, biz introduction dedikdə burada müəyyən biz bu mövzu üzərində öncədən olmuş tədqiqatların bir belə deyək qısa xülasəsidir və abstraktda eynən əslində. Ancaq eksperimental hissəyə gəldikdə əgər burada təkrarlanan müəyyən hissələr varsa, təbii ki, bu plagiat kimi qəbul olunur sistem tərəfindən. Gənc doktorantların, alimlərin əsas çətinlikləri nədir? Azərbaycanda, sırf bizim ölkədə nəzərdə tuturam. Yəni bir insan öz belə deyim də elmi işini tutaq ki, çox savadlıdır, əla təhsil alıb, bütün yəni ali təhsilin bütün şöbələrini, bölmələrini bitirib, başa vurub və elm dalınca getmək istəmir. Belə deyim. Qazanıb, çalışıb pul qazanmaq istəyir məsələn. Elm dalınca getmək üçün nə etmək lazımdır və hansı çətinliklər qorxuda bilər o gənc tədqiqatçını, o doktorantı ki, o təhsilini davam etdirməsin, elmlə məşğul olmasın? Varmı belə çətinlik? Düşünürəm ki, əsasən bizim gənc tədqiqatçıların bütün təhsil pillələrini başvurduqdan sonra elm dalınca getməmələrinin əsas səbəblərindən biri onları qorxudan nəvacib tərəfidir. Ancaq artıq dövr dəyişibdir və artıq elmi tədqiqatla məşğul olan alimlər və mütəxəssislər kifayət qədər düşünürəm ki, yaxşı nəvaciblər alır. Bir nümunə gətirə bilərəm. Əslində bu yaxınlarda hörmətli Rüfət müəllim mütəxəssisi ilə biz universitetimizdə tədqiqatçı müəllim vakansiyası elan etdik və orada biz artıq bəzi müəllimlərimizi sırf tədqiqata yönəlsinlər deyə 2-3 qat maaşla təmin edirik və düzdür, o vakansiyaya düşmək üçün müəyyən ciddi parametrlər var, meyarlar var. Məsələn, Haşim Deksondan yuxarı olmalıdır və s. və s. Biz artıq 8 nəfər belə müəllimimizi bu il götürdük. Ancaq həmin müəllimlərdə müəyyən bizim gözləntilərimiz də var. Ancaq düşünürəm ki, onlar öz elmi tədqiqatlarına fokus olduqda edə bilməyəcəkləri də yoxdur. Yəni onlar düşünürəm ki, bunun üstəsindən də gələcəklər. Onların əslində vəzifəsi müəyyən qədər öz doktorantlarını yetişdirmək olacaq, müəyyən elmi məktəblər yaratmaq olacaqdır və
öz elmi məqalələrini Q1, Q2 jurnallarda yazmaq olacaqdır. Düşünürəm ki, bu baxımdan da əslində vəziyyət kifayət qədər yaxşıdır. Sadəcə bizim gənc elmi tədqiqatçıların bu baxımdan müəyyən qədər maariflənməyə lazımdır. Mən özüm şəxsən də məsələn gənc tədqiqatçılar, gənc mütəxəssislər, doktorantlar yaxınlaşırlar, biz onlarla müəyyən söhbətlər eləyirik və əslində onlar bu baxımdan situasiya nə dərəcədə yaxşı olduqlarından məlumatsızdır sadəcə. Və məlumat verdikdə onlar həqiqətən də öz gələcəklərini yenidən gözdən keçirirlər və müəyyən qədər elmə yönəlirlər bir hissəsi və daha da davam eləyirlər, öz inkişafında davam edirlər. Siz özünüz də gənc tədqiqatçısınız, yəni elm sahəsində məşğulsunuz, yoxsa Dövlət Neft və Sənaye Universitetinin məzunusunuz? Belə başa düşdüm, yoxsa necə? Xeyr, mən Lomonosov adına Moskva Dövlət Universiteti məzunuyam. Mən Moskvada müdafiə eləmişəm. Kimya üzrə fəlsəfə doktoru proqramını bitirmişəm. Və artıq 4 ildir ki, bizim universitetdə çalışıram, müəllim kimi çalışırdım və öz elmi tədqiqatımla təbii ki, məşğul oluram və hal-hazırda həm öz elmi tədqiqatlarımı davam elətdirirəm öz sahəm üzrə, həm də öz müvafiq şöbəmdə öz vəzifələrimi yerinə yetirməyə çalışıram. Aha, çox gözəl. Sizin elmi tədqiqatınızın mövzusu nədir? Maraqlıdır, tapdıq öz adamımızı. Əslində mənim magistraturada və doktoranturada iki fərqli elmi mövzum olubdu. Magistraturada mənim elmi mövzum əslində kristal kimyası ilə əlaqəli olubdu ki, bizim ölkəmizdə də populyardır əslində, amma bir o qədər də yox, çünki bir bazı çətin sahədir. Kristal kimyası baxımından biz orada yetişdirdiyimiz kristalların strukturu və onların X-ray belə deyim, single kristal diffraction-da, yəni onların analizlərini əldə eləyib və onların daha çox yəni interpretasiya şifrələnməsini aparırıq və hansı struktur olduğunu əldə etməyə çalışırdıq. Magistr pilləsini bitirdikdən sonra isə mövzum bir balaca dəyişdi və katalizə yönəldim. Orada artıq dizel fraksiyasının və digər yanacaqların kükürddən təmizlənməsi ilə məşğul olurduq biz. Bu vasitə ilə də ion mayələrindən istifadə edirdik. Fərqli ion mayələrinin özlərini necə apardığına baxırdıq. Çünki bildiyiniz kimi ümumiyyətlə müasir ekoloji standartlara baxdığımızda ki, dayanıqlı inkişaf dövründə yaşayırıq və müasir tələblərə baxdığımızda artıq kükürün miqdarı 10 ppm-dən, yəni 10 milyon hissədən aşağı olmalıdır və əslində mənim əldə etdiyim müəyyən katalizatorlarda ona imkan yaradırdı ki, 4-5 ppm-ə qədər biz kükürdün miqdarını 1080-dən yendirə bilirdik. Tədqiqatım bununla bağlı idi və müəyyən yaxşı Q1, Q2 jurnallarda məqalələrim də dərc olundu. Ondan sonra artıq ölkəmə qayıtdım və Azərbaycan Dövlət Neft Universitetində çalışmağa başladım. Əla, mən sizə təşəkkür edirəm ki, Azərbaycana qayıtdınız və elmi fəaliyyətinizi Azərbaycanda davam etdirmək qərarına gəldiniz və yəni məncə siz özünüz də bir stimulsuz, bir yəni insanların gənc tədqiqatçıların, doktorantların özünü bənzətmə obyektisiniz. Bax, çox gözəl vurğuladınız onu, tədqiqatçı müəllimlərin yetişdirilməsi. Çünki gəlin etiraf edək də, uzun illərdir ki, Azərbaycanda ali təhsil müəssisələrində sadəcə mühazirə mətnləri, saralmış mühazirə mətnlərini gəlib eyni qaydada bir neçə il ərzində bakalavr pilləsində, həmçinin magistr pilləsində də tələbələrə yəni diktə edən və daha sonra onlardan mühazirə dəftəri tələb edən müəllimlər var idi. Tədqiqatçı müəllimin yetişdirilməsi xüsusilə özdə bilirsiniz, humanitar ixtisaslarda bu bəli. Yəni nə yazılmalısa yazılıb, nə deyilməlisə deyilib. Sadəcə müəllimlərdən burada məhz gənc tədqiqatçılardan, yəni mənim burada heç kimi təbii ki yaş kateqoriyasına görə bölmək fikrim yoxdur, amma reallıqdan danışıram da, gənc tədqiqatçılardan daha çox tələb olur həmişə bu sayədə. Çünki onlar informasiya, kommunikasiya texnologiyalarından daha yaxşı baş çıxarırlar. Çünki onlar zəmanənin adamlarıdırlar və onlar müasir dövrün tələblərinə daha yaxşı bələddilər. Biraz konservativ də deyirlər bu baxımdan. Yəni mühafizəkar fikirli deyirlər elmi baxımdan. Onlar yeniliklərə həmişə açıqdırlar. Və məhz tədqiqatçı müəllimlərin olması, bilirsiniz, bu tələbələr üçün çox böyük stimuldur. Həddindən artıq böyük stimuldur ki, həm müəllimi bir obraz kimi, ideal kimi, kumir kimi qəbul edib özünü ona bənzətməyə baxımından, həm də ki, stimullaşdırmaq baxımından ki, sabah o da həmən tədqiqatçı müəllimin əvəzinə qalıb universitetdə yəni tədrisini davam etdirə bilər. Təbii ki, həm də biz tədqiqatçı müəllimləri cəlb eləməkdə məqsədlərimizdən biri o idi ki, tədqiqatçı müəllimlərimiz müəyyən məktəblər yaratsınlar və bu məktəblər kifayət qədər əslində böyük ola bilər və o məktəblərin tərkibinə bakalavr pilləsində təhsil alan müəyyən tələbələrimiz, magistr pilləsində eləcə doktorantlarımız da daxil ola bilər və düşünürəm ki, bu onlar üçün əslində yaxşı bir stimuldur ki, özlərini yaxşı tərəfdən göstərib, yaxşı təhsil alıb, qiymətləri yaxşı olarsa, düşünürəm ki, öz elmi tədqiqatları ilə də məşğul olarlarsa, o tədqiqat qruplarına da daxil ola bilərlər və öz gələcəklərini də əslində elmi tədqiqat sayəsində qura bilərlər. Çünki əslində həmişə müəyyən tədqiqatçıların belə deyək, gileyləndiyi məqamlardan biri də o idi ki, avadanlıq yoxdur, müasir avadanlıq yoxdur ki, aslında ki, öz tədqiqatlarını apara bilərlər.
Bu baxımdan da əslində bizim universitetdə müəyyən avadanlıqlar var. Təbii ki, həm bizim dual degree proqramımızda, UFAZ-ın tərkibində, həm bizim universitetimizdə. Ancaq biz buna baxmayaraq 2 ədəd yeni laboratoriyanı da qurmaq qərarına gəldik. Bunlardan biri fiziki, kimya və analizlər metodları laboratoriyasıdır və orada biz bütün instrumental metodları bir laboratoriyanın altında, bir çatının altında yığacağıq və düşünürəm ki, universitetimizin əməkdaşları bundan çox effektiv şəkildə faydalanacaqlar. Çünki bu əməkdaşlar üçün pulsuz olacaq təbii ki. Əslində bildiyiniz kimi həm xarici ölkələrdə də belə praktika var ki, bu avadanlıqlara düşmək çətindir və düşdükdə isə müəyyən bir ödəniş tələb olunur. Ancaq bizim öz universitetimizin tədqiqatçıları üçün bu çox gözəl bir fürsət olacaqdır. Və buna əlavə də müasir dövrün tələblərindən biri də əslində odur ki, yəni istiqamətlərindən biri material science dediyimiz material şünaslıq elmidir. Və bu baxımdan da biz bir yeni laboratoriya yaratmaq fikrinə gəldik. Bu laboratoriya yaradılacaq və düşünürəm ki, material şünaslıq sahəsində çalışan tədqiqatçılar üçün orada çox yaxşı fürsətlər yaranacaq ki, öz elmi tədqiqatlarını irələtsinlər və çox yaxşı nüfuzlu jurnallarda öz elmi məqalələrini dərc etsinlər. Elə bir sahəni seçmisiniz ki, siz kimya sahəsi Azərbaycanda vaxtilə çox məşhur kimyaçı alimlərimiz olub. Azərbaycan kimya sənayesi, yəni keçmiş SSR-nin aparıcı ölkələrindən biri olub Azərbaycan bu sahədə. Amma təəssüf ki, son illərdə xüsusilə dəqiq elmlərin tədqiqatı sayəsində, məsələn, gənc alimlərin yetişdirilməsi sayəsində bu yəni uğurlarımızla fəxr edə bilmirdik, amma çox yaxşı ki 2010-cu illərdən sonra artıq bu yəni irəliləyişi müşahidə etməyə başlamışıq və Azərbaycan elminin gələcəyi nə yaxşı ki, sizin kimi və sizin həmkarlarınız kimi gənc tədqiqatçıların əlindədir. Mənə sizin özünüzün yəni şəxsən bu sahəyə yönəlməyiniz maraqlıdır. Niyə məhz kimyanı seçdiniz? Niyə məhz kimya sahəsində tədqiqat aparmaq qərarına gəldiniz? Hardan gəlir bu maraq? Bəlkə ailədə kimsə var idi. Çünki kimya, gəlin etiraf edək ki, fizika qədər populyar tədqiqat sahəsi deyil. Xüsusilə də yəni əgər bu neft kimyası deyilsə, Azərbaycanda neft kimyası ilə məşğul olmaq çox yəni məşhur bir tədqiqat sahəsi idi. Amma kimyanın sırf özü, məsələn, kristallar kimyası və yaxud da adını çəkdiyiniz yanacaq materiallarının, məsələn, kükürddən təmizlənməsi bu həm də ekoloji baxımdan faydalıdır. Yəni ekologiyanın və iqlim mövzularının populyar olmasına görə bu tədqiqat sahəsini seçdiniz kimyanı, yoxsa kimyaya əvvəldən marağınız var idi? Əslində düşünürəm bu artıq məktəbdən başlayır və müəyyən qədər bizim tələbələrə nəzər yetirdikdə, mən özüm də ölkəmizdə təhsil almışam. Orada məntiq necə çalışır? Əgər hansı fənn məndə yaxşı alınırsa, elə o fənnə də böyük ehtimal yönəlir bizim gənc şagirdlərimiz. Ancaq məndə belə idi ki, məndə həm fizika yaxşı alınırdı, həm kimya yaxşı alınırdı. Fizika əslində daha çox sevirdim təbii ki, çünki atam fizikaçı idi. Bakı Dövlət Fizika Fakültəsində bitirmişdim. Mən bildim ki, kimsə mütləq var. Ancaq atamla uzun müddətli müzakirələrin son nəticəsi olaraq qərar verdik ki, mən kimya üzərinə davam elətdirim. Çünki kimyanı da həqiqətən çox sevirdim və necə deyirlər, kimya toxuna biləcəyiniz bir şeydir və müəyyən laboratoriyalarda çalışa biləcəyiniz və çox maraqlıdır. Düzdür, bizim şagirdlər... Yəni yeni nəsə yaradacağınız bir şeydir. Siz orada creator, yəni yaradıcı kimi çıxış edirsiniz bu baxımdan. Müəyyən orada kreativ düşüncəyə də təbii ki, ehtiyac duyulur və kimyaya yönəldim, kimya yaxşı alınırdım və sevirdim. Çünki mən düşünürəm ki, bir elm sahəsini, bir elmi mövzunu sən sevmədiyin təqdirdə hər səhər durub sən gedib eyni mövzu üzərində çalışa bilmərsən. Bunu sevməyərək edəcəksən və onun da yaxşı bir nəticəsi düşünmürəm ki, olacaq. Ancaq bir elmi tədqiqatla, bir elmi sahə ilə sevərək məşğul olduqda düşünürəm ki, təbii ki, bu çox gözəl nəticələrlə sonlana bilər. Və mən belə düşünürəm ki, əslində dəqiq elmlərə baxdığımızda son dövrdə həm xarici təhsilə yönələn bizim tələbələrimizin siyasətine də baxdıqda görürük ki, dəqiq elmlərə üstünlük verilir və onlar müəyyən qədər əslində çətin tədqiqat sahələrinə də yönəlirlər. Ancaq düşünürəm ki, onlar özlərində çalışdıqda, özlərini gəlişdirirlərsə, müəyyən çox, yəni belə deyək, yaxşı tədqiqat nailiyyətlərini əldə edə bilərlər. Bir sözlə elm dəbdədir, elmlə məşğul olmaq dəbdədir və unutmayın ki, sosial şəbəkələr 15 dəqiqəlik məşhurluğu, məşhur ifadə var da. Hamının 15 dəqiqə müddətinə məşhur ola biləcəyi bir dünyada siz yalnız elmlə fərqlənə bilərsiniz. Yeni elmi kəşflərlə, elmi tədqiqatların nəticəsindən fərqlənə bilərsiniz və elmi populyarlaşdırmaq, elmi geniş kütləyə çatdırmaq da təbii ki, əsas funksiyalarımızdan biridir. Sizcə nə etmək lazımdır elmi populyarlaşdırmaq üçün? Gənclərdə elmə maraq yaratmaq üçün nə edilir hal-hazırda və nə etmək lazımdır? Siz özünüzdən nə əlavə edərdiniz sonra? Əslində edilən fəaliyyətlərə baxdığımızda sizin bu verilişi təşkil etməyiniz özü gözəl bir təbii ki, fürsətdir və düşünürəm ki, belə verilişlərin, belə podkastların sayının artması təbii ki, bunun üçün çox böyük faydası olacaq və bizim müəyyən sosial media şəbəkələrinə baxdığımızda da əslində mən istəyərdim ki, daha çox elmi
populyar mövzulara toxunan belə verilişlərin sayının artması daha yaxşı olardı. Çünki təbii ki, bilirsiniz, hamının bəyəndiyi, hamının sevdiyi və baxdığı populyar videolar var, video çarxlar var. Ancaq bunun əfsər olsun ki, bizim nə zehnimizə, nə gəlişməyimizə heç bir faydası yoxdur. Sadəcə asudə vaxt keçirmək üçün istifadə etdiyimiz bir şeydir. Və bunun saatını azaldıb və daha çox elmi populyar mövzulara yönələn verilişlərə baxdığımızda, müəyyən alimlərimizin çıxışına baxdığımızda, onların təcrübələrindən müəyyən, necə deyərlər, yaxşı tərəflərini özümüzə götürdükdə düşünürəm ki, bu elmin həm populyarlaşması, həm də düzgün istiqamətdə bizim gənc tədqiqatçıların yönəlməsində çox böyük faydası ola bilər. Əslində bizim gənc tədqiqatçılara çox böyük yük düşür, çünki onlara hal-hazırda qoyulan tələblər də çox ciddidir. Mən bunu da başa düşürəm. Beynəlxalq bazalarda çap olunmalıdırlar və müəyyən çox digər ciddi tələblər var. Ancaq onlar bu səviyyəyə qədər bunun üstəsindən gəlirlər. Və düşünürəm ki, özlərində çalışdıqda əslində dünya arenasında da öz sözünü deyəcəklər ki, artıq bizim dünya arenasında da öz sözünü deyən alimlərimizin sayı da kifayət qədərdir. İstər Amerika Birləşmiş Ştatlarında çalışan, istər İngiltərədə çalışan. Bilirsiniz, sadəcə onlara düzgün istiqamət vermək lazımdır. Bir nümunə gətirə bilərəm əslində. Bizim bir gənc doktorantımız var və bizim universitetimizdə makromolekulyar konfransı keçirilmişdi. Konfransa gələn H-indeksi təxmini 100-ə yaxın olan bir Reading Universitetindən bir alim gəlmişdi və keçirilən dərmi masanın son nəticəsi olaraq bizim gənc doktorantlarımız da öz elmi mövzuları haqqında danışdılar və orada 3-4 professor, dünya nüfuzlu professor əyləşmişdi. Və professorlardan biri, bilirsiniz, bizim o gənc tədqiqatçının mövzusu ilə maraqlandı və hətta dedi ki, mən o gənc tədqiqatçımızın elmi tədqiqat necə deyirlər, supervisoru olmaq istəyirəm və ikili rəhbəri olmaq istəyirəm. Və xanım qızımız artıq çalışır və işinin bir hissəsini burada yetirəcək, bir hissəsini Reading Universitetində yetirəcək, bəli. Və artıq dəvət məktubu da çoxdan dağılıbdır və burada artıq xanım qızımız linzalar sintez edibdir və o linzaların artıq üzərinin bildiyimiz göz linzalarıdır və artıq o göz linzalarının necə üstünün modifikə olunması və müəyyən dərmanlarla, belə deyək, dopt olunmasını, artıq o pilləsini Readingdə yerinə yetirəcək. Yəni əslində bizim tədqiqatçıların da, gənclərimizin də gərək biraz aktiv olsunlar və dəvət olunduqları dəyirmi masalara, dəvət olunduqları konfranslara, istər dinləyici kimi, istər məruzəçi kimi iştirak etsinlər, aktiv olsunlar və düşünürəm ki, sadəcə evdə oturmaqdan gənc tədqiqatçı öz elmi fəaliyyətini irəliləyə bilməz. Yəni onu irəliləyə bilməz. Ona görə də onlardan da bir balaca aktivlik tələb olunur təbii ki. Gələcəkdə Əli bəy, siz özünüz məşğul olduğunuz sahəyə görə deyirəm, kimya elminin qarşısında duran əsas problemlər, vəzifələr nədir? Məsələn, kimyada siz yaxşı qeyd etdiniz. Yəni kimyada həmişə yaxşı nəsə, yeni nəsə daha doğrusu yaratmaq mümkündür. Yəni heç vaxt kimya sənayesində hər şey bitib, yəni vəssalam, hamı öz tədqiqat işlərini bağlayıb, getsin işinə məşğul olsun kimi bir mərhələ olmayacaq. Yəni bizi gələcəyin kimyasından nə gözləyir? Məsələn, bir 25-30 ildən sonra nə baş verə bilər bu sırf elm sayəsində? Əslində kimyaya biz nəzər yetirdikdə, təbii ki, biz kimyanı hal-hazırki mühitdə ekologiyasız nəzər yetirə bilmirik, ekologiyasız nəzər yetirə bilmirik. Çünki green chemistry deyilən bir tədqiqat sahəsində əslində yaşıl kimya əslində çox populyar bir sahə idi. Yəni 15-20 ildir çox populyar bir sahədir. Ancaq əfsuslar olsun ki, son bu ekoloji proseslərdən sonra daha çox populyarlaşmağa başladı. Və kimyanın əsas bilirsiniz, ümumiyyətlə bir birləşməni, bir kimyəvi maddəni sintez eləmək həmişə mümkündür. Ancaq biz bunu hansı yollarla, nəyin bahasına etdiyimiz çox önəmlidir kimyada. Tutalım ki, A maddəsindən X maddəsini biz əldə ediriksə, ortada yaranan 20 dənə maddə, bunların hər biri ətraf mühitə zərər verə bilər. Sintez yollarını qısaltmaq bu ən vacib yollardan biridir, ən vacib məsələlərdən biridir. Çünki son məqsəd olaraq sintez etmək məqsəd olmamalıdır. Onu daha ekoloji cəhətdən uyğun, daha az sintez yolları ilə sintez etmək təbii ki, daha populyardır. Amma bu da kifayət qədər çətindir. Çünki artıq sənayedə tətbiq olunan, misal üçün elə dərman sənayesindən danışa bilərik. Çünki dərman preparatlarının sintezində əslində 30, 40, 50 kimyəvi reaksiyadan istifadə olunur. Daha da çox ola bilər təbii ki. Və onların hər birinin atıq birləşmələri ətraf mühitə zərər verir. Və sənayedə tətbiq olunan bir prosesi siz dəyişmək istəyirsinizsə, bu həm də maddi cəhətdən uyğun olmalıdır və həm maddi, həm ekoloji tərəfdən uyğun bir sintez yolunu tapmaq əslində kimyanın qarşısında duran ən vacib məsələlərdən biridir. İstər sənaye tərəfində, istər tip kimyası tərəfində, istər digər kimya növləri tərəfində, fieldlər tərəfində belə deyək.
Düşünürəm ki, bu ən vacib məsələdir bu dəqiqə. Və əsas məsələ enerji məsələsi. Enerjiyə qənaət, yaşıl iqtisadiyyat, yəni bütün bunlar bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən sahələrdir. Biri olmadan digərini təsəvvür etmək olmaz. Bəli, əslində kimyada istifadə olunan həlledicilərə baxdığımızda biz sudan istifadə edirik həlledici kimi. Əslində bu ekoloji cəhətdən müəyyən qədər təmizdir. Çünki belə deyək, digər kimyəvi həlledicilərə baxdığımızda, efirlərə baxdığımızda onların nisbəti təbii ki, daha ekoloji cəhətdən təmizdir. Ancaq suyumuz bir o qədər çox deyil, əfsuslar olsun və biz dayanıqlı inkişaf məqsədlərinə baxdığımızda məqsədlərimizdən biri də odur ki, əslində sudan da imtina edib digər proqressiv, daha az zərərli, həm də ekoloji cəhətdən təmiz həllədicilərə yönəlməyimizdir. Bunların hər biri əslində bir yaşıl kimyanın prinsipləridir, hansı ki, illərdir var. Ancaq əfsuslar olsun ki, yəni son illərdə bunlar populyarlaşıb və artıq kimyəvi sintezlə və yaxud kimya ilə ümumiyyətlə məşğul olan hər bir insan onların necə deyirlər, nəzərə almağa çalışır. Yəni bu etik qayda yaşıl xəttlə keçir, belə demək mümkünsə, mütləq ona əməl etmək, bunu düşünmək lazımdır. Əslində yəni belə bir qayda yoxdur, ancaq təbii ki, buna diqqət yetirilir. Əgər siz yaşıl kimyanı nəzərə alaraq və dayanıqlı inkişaf məqsədlərini nəzərə alaraq müəyyən bir məqalə çap edirsinizsə, buna təbii ki, xüsusi diqqət ayrılır və çünki bu həm də elmi populyar bir məqalə sayılır. Çünki ekologiya ən populyar bu dəqiqə elmi belə istiqamətlərdən biridir. Yəni bir 10-15 il bundan qabaq ekologiya fakültəsi bir o qədər populyar fakültə değildi. Mən öz tələbələrimə də deyirəm, çünki ekologiya mühəndisliyi fakültəsində dərs deyirəm ki, əslində bəziləriniz bəlkə də bura istəməyərək gəlib düşübdür, ancaq bu sizin gələcəyiniz üçün çox yaxşı bir fakültə ola bilər. Pullu sahədir. Həm pullu, həm bilirsiniz, bizim gənclərimiz ekoloji cəhətdən də əslində özləri də hətta özlərini də maarifləndirirlər və bu baxımdan da diqqət edirlər və əslində onların hətta ekologiya fakültəsinə qəbul olmayanlar belə və düşünürəm ki, bu tərəfdən həm də yaxşı təhsil alsalar, öz təhsillərinə diqqət yetirsələr, onların qabağında kifayət qədər yaxşı fürsətlər yaranacaq. Çünki belə deyək, hələ çox bizim ölkəmizdə bu elmi araşdırmalar üçün kifayət qədər böyük fürsətlər var və bu da onların əlindədir təbii ki. Əli bəy, çox maraqlı oldu sizinlə söhbət, çox maraqlı müsahibsiz və yəni stimullaşdırıcı rolunu oynadınız, katalizator rolunu oynadınız. Gənclərdə düşünürəm ki, elmə marağın yaradılmasında bizim verilişin ənənəvi sualı var. Əgər zaman maşını ixtira olunsaydı, siz hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? Düşünürəm ki, mən bu sual haqqında təbii ki, keçmişdə düşünmüşəm, ancaq orada hər dövrün müəyyən çətinlikləri olur. Düşünürəm elə 90-larda doğulmaq çox yaxşı bir ideyadır və heç nəyi dəyişdirməzdim hər halda, mən düşünürəm. 90-larda doğulmaq nəyə görə yaxşı ideyadır? Yəni o çətinlikləri görüb müasir dövrün üstünlüklərindən yaxşı yararlanmaq baxımından deyirsiniz. Həm çətinliklərdən görüb, əslində düşünürəm ki, 90-larda doğulanların gördükləri bir sıra yaxşı alətlər var ki, hansı ki, həm dəstək olur, onlarda elmi tədqiqatına, həm ümumiyyətlə gəlişməyinə dəstək olur. Düzdür, ondan qabaqki dövrə biz baxdıqda müəyyən dövrü çətinliklər olubdur. Ancaq 90-lar düşünürəm ki, okeydir. Yəni millenniallar forever necə deyirlər. Mən sizə təşəkkür edirəm. Əli bəy, uğurlar arzu edirəm. Konfransda da bir daha xatırladım ki, əziz dinləyicilərimiz, dekabrın 16-son 7-sində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində gənc tədqiqatçıların 28-ci Respublika Elmi Konfransı başlayacaq, yəni NASCO. Bu səbəbdən də qeydiyyat hələ oktyabrın 10-na qədər davam edir. Qeydiyyatdan keçin. Əgər sizin gənc tədqiqatçı və alim olaraq deməyə sözünüz, dərc etdirməyə məqaləniz varsa. Bugünkü həmsə buyurun Əli bəy, nəsə bir də əlavə etmək istəyirəm. Təbii ki, hər konfransın klassik olaraq belə deyək, tərtib qaydalarında odur ki, adətən məqalə göndərmə müddəti biraz uzadılır və düşünürəm ki, əslində kifayət qədər müraciət var və bəlkə də biz onu nəzərdən keçirəcəyik və məqalə qəbulu tarixini bir balaca irəli çəkə bilərik. Bunun haqqında düşünəcəyik. Ona görə də şansınız var, mütləq yararlanın. Mən sizə təşəkkür edirəm. Əziz dinləyicilərimiz, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin müdiri Əli Əlizadə bugün mənimlə həmsöhbət idi. Diqqətiniz üçün sizə də təşəkkür edirəm. Özünüzə və planetə yaxşı baxın deyirəm. Sizinlə mən idim Nigar. Yenidən eşidlərik. Dünya Göz ailə